Beləcə Məryəm bətnində uşaq olduğunu bildikdə uzaq bir yerə çəkildi. İnsanlardan uzaqda Allaha ibadət etdi. Məryəm hamilə qaldığı üçün çox sıxıntı çəkir, insanların onu qınayacağını bilirdi. Öz-özünə: Kəşke öləydim, unudulaydım. Namuslu qadın ola, qucağımda uşaqla necə geri dönəcəm? Düşünürdü. İsa Peyğəmbərin doğulmasına az qalmışdı. Doğuş sancıları Məryəmi bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. Elə bu an Məryəm bir səs eşitdi. Üzülmə, Rəbbin səni ayağının altından bir bulaq axıtdı. Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş xurmalar tökülsün. Onları nuşi canla ye. Səndən uşağının doğulması barədə soruşanlara işarə ilə bugün Rəbbim üçün oruç tutmuşam. Heç kəslə danışmayacam de. Məryəmlə danışan yenə də Cəbrail idi. Məryəm yeni doğulmuş, gözəl çöhrəli körpəsinə sevinclə baxdı. Ona İsa adını verdi. Körpə İsanı qucağına alıb yaşadığı şəhərə doğru getdi. Onu qucağında uşaqla görənlər heyrətlənirdilər. Əxlaqına bələd olsalar da dedikodu edirdilər. Şeytan yenə fürsət tapmışdı. İnsanlarda iftira yaymaları üçün çirkin fikirlərin yaranmasına çalışırdı. Bir gün qonşulardan biri Məryəmə: Ey Məryəm, sən yaramaz bir iş tutmusan. Sənin nə atan pis kişidir, nə də anan əxlaqsız idi. Bəs sən niyə belə oldun? Heç utanırsanmı? dedi. Məryəm isə susub heç bir söz söyləmədi. Beşikdəki körpəsini göstərərək iftira edənlərə Bundan soruşun. demək istədi. Onlar: Biz beşikdə olan ilə necə danışa bilərik? Sən bizə ələ salırsan? dedilər. İnsanlar Məryəmi belə günahlandırarkən körpə dilə gəlib: Mən Allahın elçisiyəm. İnsanları doğru yola çağırmağım üçün Allah mənə kitab və peyğəmbərlik verdi. Yaşadığım müddətdə ibadət etməyimi, zəkat verməyimi və anama hörmət etməyimi buyurdu. dedi. Yenə də iftiraların ardı arası kəsilmirdi. İnsanlar Allahın qüdrətini görə bilmirdilər.